Əslində bizim bu kanalı deməli bu kanalda çox qonaqlarımız mütəmadi olaraq bunu təbliğ eləyir. Ən çox da bizim xitab etdiyimiz auditoriya qadınlardır. Çünki Allah rəhmət eləsin, Azərbaycan Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev demişkən, bir qadının dəyişməsi bütün bir nəslin dəyişməsinə. Bəli. Mən tamamilə razıyam belə. Hə, ona görə bizim əsas məqsədimiz elə budur. Bu gün sizi güclü fiqur olaraq maşallah olsun biz görürük deyənə, onun üçün sizi dəvət eləmişik ki, siz danışın. Siz danışın ki, çünki hər kəs də hər şeyi eyni görmür. Misal üçün siz prizma bəli. Hə, prizmalar fərqlidir. Və deyirsiniz ki, mənim də anam var da, anam deyir, mən niyə ona oxşamadım? Onda belə çıxır ki, biz öz valideynlərimizə oxşamaq məcburiyyətində deyilik. Bəzən oxşamağı da elə özümüz seçirik. Bəli. Çünki asandır axı bizə. İki qardaş olur, biri əyyaş olur, biri milyonçu olur və ikisinə də eyni sualı verirlər də niyə? İkisi də eyni cavabı verir. Atam əyyaş idi. Baxışlar fərqlidir onda. Bəli. Yəni biri atası əyyaş olduğu üçün milyonçu olmağı seçir, digəri isə əyyaş olmağı seçir. Yenə də o bir şeir var. Deyir, iki nəfər gölməçəyə baxırdı. Biri yerdə palçıq və kir görürdü, digəri isə ulduzları. Yəni sənin baxdığın prizma nədir? Hansı leveldasan? Mən həmişə bu sözü deyirəm. Deyirəm ki, siz insanlarla, hamı ilə danışdığınızda onların sizi duyduğunu və ya algıladığını düşünmədiyiniz səviyyədə davam etməyin. Çünki bəzən sözlər o qədər yetərsiz qalır. Mən axı sizə lap əvvəldə də dedim, bu söhbətin başında da dedim. Əslində ruhu izah eləyə bilməmə səbəbimiz də yetərsiz sözlərimizdir. Söz limitimiz azdır. Çünki hər hissin sözü yoxdur zaten. Bəli. Və bizə bu öyrədilmir. Bizə bu öyrədilmir. Siz yemədiyiniz bir nemətin dadını izah edə bilməzsiniz. Mən sizə sual versəm, marakuya necə dadır? Siz yeməmisinizsə bunu necə ifadə edə bilərsiniz? Siz deyə bilərsiniz ki, qarpuzun dadını bilirəm. Yeyəndə, çərtdəyiləni çeynəyəndə belə bir dad əmələ gəlir. Amma mən soruşsam ki, marakuya necə dadır və yaxud mənə sual vermiş olsalar, mən bilmirəm axı. Мы не знаем. Вот, проблема в этом. Bunu bizə sunmayıblar. Bu yoxdur heç yerdə. Yox, mən bir tələbəm var, Faiq, məni izləyən çox adam bilir, o uşağı tanır. Mən onu görmüşəm, balaca uşağı. Məsəl üçün, mən Faiqlə danışanda, mən ona ifadə eləyə bilmirəm. Onun axı dünyasında o mənim gördüklərim yoxdur. Mən ona necə izah eləyim, bu taxta nə rəngdədir? Və yaxud da bunu tutub qalxanda nə görəcəksən? Biz də eləyik əslində. Bizə izahı verilməyən şeyləri biz görə bilmirik. Ona görə ya toxunmalısan, ya da getməlisən. İndi sən qorxduğun yerdə yenidən doğursan. Ya o pərdəni cırıb keçəcəksən, ya da orada durmağa davam eləyəcəksən. Ya tamamlayacaqsan. Bəli. Ya da ki, təkrar gələcəksən. Günay xanım, biraz idmana istəyirəm keçib. Çox xoş oldu sizdən bunları duymaq. Həqiqətən çox bizi tamam başqa yerə apardı və sizi tamam başqa cür biz tərəfdən tanımış olduq.